Dostlar salam, bu videoda mən sizə eBay platforması üzərindən necə sifariş vermək olar onu göstərəcəm. Video biraz uzun ola bilər, çünki mən bu videonu elə belə video çəkmək xatirinə çəkmirəm. Mən bu videoda istəyirəm ki, videonu izləyən hər bir kəs video bitəndən sonra istənilən məhsulu, istənilən satıcıdan, istənilən ölkədən rahat ala bilsin. Bu videolar ola bilər ki, seriya şəklində olacaq. Yəni bundan sonra Amazon üzərindən, başqa saytlar üzərindən necə alış-veriş etmək olar, onları da çəkməyi düşünürəm. Ona görə də kanala yenidən abunə olun və bildirişləri açın. Hətta nəinki almaq, satmaq, həmin saytlar üzərindən satış etmək və əlavə gəlir qazanmaq olar. Bu barədə videolar çəkməyi planlaşdırıram. Kanalı izləmədə qalın. Mən Emil, 16 ildir e-ticarətlə məşğulam. Eyni zamanda videoqrafam və iş adamıyam. Elə isə vaxt itirmədən keçək videoya. İlk olaraq ebay.com saytına daxil oluruq və register yazısına klik edirik. Yeni hesabı yaratmaq üçün bizə iki seçim verir. Personal və yaxud da business. Biz personal seçirik. Ad, soyad, elektron poçt. Mən şərti mail yazıram və şifrə təyin etdikdən sonra Create Personal Account bölməsinə klik edirik və hesabımız təsdiqlənir. Sonra bu formada pəncərə açılır. Gəlin tanış olaq ki, bu interfeysdə nələr var. Yuxarı sol tərəfdə bizim hesab məlumatlarımız göstərilir. Profil şəkli, hesab adı və yanında bir rəqəm görəcəksiniz. Sizdə bu 0 olacaq. Bu feedback deməkdir. Feedback nədir? Alıcıların satıcılara, eyni zamanda satıcıların da alıcılara verdiyi bir reyting sistemidir. Müsbət ola bilər, mənfi ola bilər və yaxud neytral ola bilər. Bunlar belə reyting şəklində toplanır və üst-üstə gəlir. Məhsul olanda biz baxacağıq. İndi məhsul səhifələrini göstərəcəm sizə ona. Gəlirik biz buradan hesabımıza, klik edirik. About Azərbaycan qeydiyyat ölkəsi yazılıb və neçənci ildən platforma üzərində də onu görə bilirik və pozitiv feedback 100% deməndə sizdə bu yəqin ki 0 olacaq. My eBay bölməsində Purchase History bölməsinə gələndə isə aldığımız məhsulları görə bilirik. Bu hissədə bizdə səbət var. İndi isə gəlin hər hansı bir məhsul axtaraq, görək məhsul axtaranda nələrə fikir vermək lazımdır. Ümumiyyətlə onu qeyd edeyim ki, eBay necə çalışır? eBay-də müxtəlif satıcılar var, fərqli ölkələrdən. Onlar öz məhsullarını satırlar. Məhsullarını satan zaman onlar həm bir dəfəlik qiymətə, həmçinin auksiyon formatında satış edə bilərlər. Məsələn, biz burada AirPods Pro Case yazıb bir məhsul axtarırıq. Axtarış pəncərəsi önümüzdə bu formada açılır. Məhsulları biz qaleriya formatında yaxud da list view, yəni siyah halında görüntüləyə bilirik. Kimə hansı rahatsa onu istifadə edə bilər. Məhsulun fotosu, altında şəkli və harda yerləşdiyini görə bilirik. Sol tərəfdə isə bizdə filtrlər var. Brand, rəng, istehsalçı ölkəsi və özəlliklər, dizayn, material, qiymət və s. kimi filtrləri buradan verə bilirik. Hər bir məhsulun vəziyyəti olur. Yeni ola bilir, ikinci əl ola bilir. Yuxarı hissədə həmin filtrləri görə bilirik. Az öncə qeyd etdiyim auksiyon tipli məhsullar üçün auksiyona klik edirik. Burada biz məhsulların hal-hazırki qiymətini görə bilirik. Burada yazılan qiymətdən daha yüksək qiymət təklifi verib məhsulu əldə edə bilərik. Yaxud da buy it now, yəni dərhal alış üçün icazə verilən məhsulları filtr edə bilərik və həmin məhsulları dərhal ala bilərik. Deyə bilərsiniz ki, seçimlər burada elə bundan ibarətdir. Xeyr, burada belə bir gizli bölmə var. Advanced yazılan yerə gəlirik. Advanced bölməsində biz daha geniş filtrasiya edə bilirik. Məsələn, biz istəyirik ki, bizim axtarış nəticələrimizdə məhsullar məhz Azərbaycan Respublikasına göndərilə bilən məhsullar olsun. Eyni zamanda geri qaytarılma qəbul eləsin, yeni məhsullar olsun, buy it now olsun. Həmçinin, məsələn, deyək, $300 aşağı məhsullar olsun. Biz bu filtrləri verəndən sonra, hətta bir səhifədə neçə məhsul olsun, onu da seçə bilirik. Biz bu filtrləri verəndən sonra bizdə göstərir ki, 611 nəticə var. Həmin nəticə bizim qeyd etdiyimiz, belə deyək, ayarlar çərçivəsində oldu. İndi mən öncədən seçdiyim məhsullar var, yəni onlar üzərindən bəzi məlumatları sizə çatdırım. Məsələn, daxil oluruq belə bir məhsula. Buna listing deyilir, məhsul pəncərəsidir. Məhsul pəncərəsində məhsulun özü haqqında və üstəgəl satıcı haqqında geniş məlumatlar var. Birinci şəkil bizi qarşılayır, sağ tərəfdə isə title məhsulun adı.
Aşağı hissədə satıcımızın adıdır. Görürük ki, 710 reytinqi var. 96,7% müsbət feedback var. Bu bizim üçün almağa kifayət edir əslində. Yəni 95% üzərində olan satıcıları güvənli hesab etmək olar. Bir halda ki, bu gördüyümüz reytinq rəqəmi az olmasın. Və bura klik edəndə isə biz bu satıcının həmin məhsul üzrə aldığı reytinqlərə baxa bilirik. All items bölməsində isə bütün məhsullar üzrə aldığı reytinqlərə baxa bilirik. Buradan çıxıram, gəlirik aşağı. Neçə ədəd ala bilərik? 91 ədəd satılıb və göstərir ki, sonuncudur. Yəni biz bura 2 ədəd versək, icazə verməyəcək. Deyir, ancaq 1 ədəd ala bilərsən. Buy it now. Buy it now, az əvvəldə qeyd etdiyim kimi, məhsulu dərhal almaq üçündür. Burada add to cart olur. Bu artıq bizim səbətimizdə olduğuna görə burada see in cart görürük. Make offer, təklif göndər. Add to watch list, watch listə əlavə et. Məhsulu watch listə əlavə edəndə məhsul yuxarıda bizim bir növ yadda saxladığımız məhsulların sırasında görünəcək. Make offer isə odur ki, dostlar, məsələn, satıcı təyin edib 107 dollar 75 sent qiymət bu məhsul üçün. Biz bu məhsula 90 dollar təklif etmək istəyirik. Make offer bölməsinə gəlirik və bura bu funt sterlinqləndir. Burada göstərir ki, 79.98-in altında hər hansı bir funt sterling təklifi verir. Məsələn, 68 funt sterling verib continue düyməsinə klikləyəndə bizim təklifimiz satıcıya gedir. Bundan sonra baş verir. Satıcı bu təklifi qəbul edə bilər, ləğv edə bilər və yaxud da counter offer göndərə bilər bizə. Yəni, cavab təklif göndərə bilər. Cavab təklif bizim verdiyimiz təklifdən biraz yuxarı, amma satış qiymətindən biraz aşağı ola bilər. Yenidən bu səfər də bizə vaxt veriləcək. Yenə də biz həmin vaxt ərzində satıcının təklifini biz də qəbul edə bilərik və yaxud da imtina edə bilərik. Biraz aşağı gəldikdə isə çatdırılma ilə bağlı çox önəmli məlumatları görə bilirik. Görürük, shipping təxminən 9 dollar 42 sent bu məhsul üçün çatdırılma haqqıdır. Delivery təxmini çatma vaxtı 25 sentyabr və 30 sentyabr arası. Return bu satıcı geri qaytarılmaları qəbul etmir və qəbul etdiyi ödəniş metodları. Ödənişlə bağlı son pəncərədə, checkout pəncərəsində danışacağam. Biraz aşağı gələndə isə eBay item number görürük. Bu kod vacibdir. Bu kod üzrə saytda axtara bilərik bu məhsulu və yaxud satıcının bütün feedbacklarında bu kodu yazaraq tapa bilərik bu məhsulla bağlı əldə elədiyi reytinqləri. Shipping bölməsinə qayıtsaq, shippingdə önəmli məlumatlar nədir? See details yazısına klik edirik. Göstərilir ki, bu məhsul Azərbaycana bu qiymətə çatdırılır. Lakin biz bilirik ki, Azərbaycandan əlavə bu məhsulu biz Amerikaya göndərib kargo şirkətləri vasitəsilə də gətirə bilərik. Ona görə də gəlin biz United States yazaraq orada yoxlayaq. Orada eyni qiymətli bu məhsulda. Gəlin o zaman biz başqa bir məhsul üzərindən gedək. Məsələn, belə bir telefon kablosu var. Telefon kablosu gördüyünüz kimi Amerikaya pulsuz çatdırılma metodu var. Lakin Azərbaycan seçsəm, Azərbaycanda avtomatik olaraq 20 dollar kimi çatdırılma görünür. Bu gördüyümüz feedback 9264 məsələn bu satıcıda feedback var. Biz məhsulu alandan sonra satıcıya biz də feedback verə bilirik. Həmçinin satıcılar da alıcılara feedback verir ki, yəni bu da alıcı kimi yaxşı alıcıdır, ödənişi vaxtında elədir və s. Lakin buna biraz tələsməyək. Çünki məhsul əlimizə gəlib çatandan sonra onu tam yoxlamalıyıq və yoxlayandan sonra feedback verə bilərik. Əgər vaxtından əvvəl versək, bir növ satıcı arxayınlaşır və bizim problemlərimizi, sonradan yarana biləcək çətinlikləri həll etməyə bilər. Biz artıq məcbur olarıq ki, eBay üzərindən problemi həll edək. Belə hesab edək ki, bu satıcının 99% reytingi, məhsulun özü, məhsulun vəziyyəti, hər bir şey bizi qane edir. Biz 2 ədəd seçirik. Gördüyünüz kimi 2 ədəd olanda burada qiymətləri fərq edir və məhsulu səbətə əlavə edirik. Gəlin hətta bunu səbətdən silək. Remove. Bəli, buradan səbətə əlavə edirik. Məhsul səbətə əlavə olundu. Biz gəlirik indi artıq səbətə. Hal-hazırda biz checkout pəncərəsindəyik və burada görürük ki, 9 dollardır və çatdırılma pulsuzdur. Təbii ki, hara? Bizim Amerikadakı ünvanımıza. Go to checkout bölməsinə klik edirik və ödəniş pəncərəsi açılır. eBay-də ödənişin
bir neçə metodu var. Təbii ki, bildiyimiz plastik kartlar keçərlidir. Lakin plastik kartla birbaşa alış etmək əvəzinə məsləhət görərdim ki, PayPal üzərindən ödəniş edəsiniz. Niyə? Çünki düzdür, PayPal da eBay bu yaxınlarda artıq alıb. PayPal da eBay-in hesab olunur. Lakin PayPal üzərindən ödənişlər eləyəndə PayPal-ın əlavə 90 günlük Buyer Protection proqramı var ki, o proqram çərçivəsində sizə əlavə bir 3 aylıq təxmini müdafiə üçün vaxt verilir. Məhsulunuz qüsurlu gələ bilər, məhsulunuz gəlməyə bilər, itə bilər, hər şey ola bilər. Ona görə PayPal üzərindən sifarişi verəndə daha güvənli sayılır. Biz PayPal-ı seçirik. Bu arada yəni PayPal da qeydiyyatdan keçməyə pulsuzdur, daxil olursunuz və kartınızı əlavə edirsiniz, bitdi bu qədər. Aşağıda isə ship to çatdırılma ünvanı göstərilir. Çatdırılma ünvanı sizdə burada boş göstərəcək, mən artıq doldurmuşam. Biz kargo şirkətinin bizə verdiyi ünvanı daxil edirik çatdırılma ünvanı yerinə. Bu qədər. Məsələ bitdi. Confirm and pay düyməsinə klik edəndən sonra isə artıq bizim sifarişimiz təsdiqlənir. Gözləyirik ki, satıcı məhsulumuzu göndərsin. Bu qədər dostlar, bacardığım qədər əsas mövzuları əhatə eləməyə çalışdım. Əgər yadımdan çıxan nəsə varsa, hər hansı bir sual yaranarsa, aşağıda rəylərdə fikrinizi bölüşün və mütləq cavab almağa çalışacağam. Unutmayaq, yaddan çıxarmayaq ki, bütün sifarişlərimizi istər birbaşa gəlsin Azərbaycana, istər Amerikadan gəlsin, Dövlət Gömrük Komitəsinə öncədən bəyan etməliyik. 300 dolların üzərində limiti keçmiş isə bu ödənişləri onlayn şəkildə həyata keçirməliyik. Mən ola bilər ki, həm Smart Customs mövzusunda, həm də Amerika kargoları mövzusunda video çəkim. Ola bilər. Əgər sizə maraqlıdırsa, aşağıda yazın, çəkməyə çalışacağam. Hələ ki, bu videoda eBay mövzusuna fokuslanmaq istədim. Və siz bu videonu izlədiyiniz tarixdə elə bir video varsa, artıq çəkilibsə, aşağıda baxın, açıqlama bölməsində onun linki olacaq. Sağ olun, növbəti videoda görüşərik.